Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Şəmkir rayonunda ana və oğlu yaşadıkları evdə termiki yanıq xəsarətləri alan xəbər verilir ki, Hadisə rayonunun Morul kəndində baş verir. Belə ki, 95-ci il təvəllüdlü Anar Mahiroğlu Budaqov və 76-cı il təvəllüdlü anası Sevda Eyyub qızı Budaqova termiki yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardıma baxmayaraq Sevda Budaqova vəfat edib. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbir diləyirik. Müğənni Aysel Əlizadə plastik əməliyyat etdirib. Xəbər verilir ki, sənətçi ötən gün əməliyyat olunduğunu açıqlasa da, hansı prosedurdan keçdiyini gizli saxlayıb. O bildirib ki, etdiyi dəyişiklik kiçik olsa da onun üçün çox önəmlidir. Aysel paylaşmada bəzən böyük dəyişikliklərə ehtiyac olmur, düzgün əllərdə edilən incə toxunuş kifayətdir sözlərini qeyd edib.